Bismillahirrahmanirrahim. Değerli izleyiciler, bugünkü mövzumuzda da Peygamber ve onun ehli beytine karşı olan qüvvələr haqqında danışacağıq. Həmişə biz baxıb görürük ki, Vəhabi firqəsi saxta olaraq yalandan ehli beyti, peygambəri, imamları sevdiklərini iddia edirlər. Amma hər dəfə İmam Hüseyin aleyhisselamla, Hazreti Ali aleyhisselamla ve peygamberin özü ilə düşmənçilik eləyən firqənin, yəni Bəni Ümeyye'nin bütün cinayətlərinə don geydirməyə, bərayət qazandırmağa çalışırlar. Gəlin izləyək. Mənə görə 10 dənə Hüseyin, bir dənə Həmzə ola bilməz. Kim geldi İmam Həmzənin ziyarın? Vəhşi. Ha kim? Hind, vəhşi. Ha kim idi Hind? Tövbə elədi. Allah Kim idi? rəhmət- Kimin anasıydı 10 dənə? Qulaq as. Siz nəsildən keçmə qardaş. Qur'anda ayə var. Rəbbim deyir ki, tövbə edənləri bağışlayıram. Sən bir dənə Allah Hüseyni öldür, Qur'anda tövbə eləyə Əbu Ləhəbə bilməsən. Harada lənət yazılıb olsun. bir dənə Hüseyni öldür, tövbə eləməsən. Harada yazılıb bu? Sizin hansı kitabda siz peyğəmbərsiniz? Yaxşı. Allah Yox, siz kimsənin tövbəsinin arasına girirsiniz. Ya ne derim aynı ama. Ben söhbət kafirlikdən getmir burada. Necə kaf sırf Ben bir kere bana sual kafir deyirəm deyirəm ha. ki, Hazreti Həmzənin ciğerin kim yedi? Hind. Bir bak Hind kimin anasıydı? Niye cevap vermirsən ki? Kimin anasıydı Muaviyyənin ayda şey? anası. Ha? Hind Muaviyyənin anası. Ben sizi bir yaxda ne demirsən ki? Deyirəm kimin anasıydı? Ay qaqa, siz insanları seçə bilmərsiniz. Deyirəm tövbə. Allah kişi, Allah, mən insan sənə bir söz arasında dedim da bir burada. əməl. Sən Artıq kimsən açıq ki, danış- filan Gördüğünüz kimi burada da bu Vəhabi təmsilçisi Muaviyyənin anası Hində bərayət qazandırmaq üçün hansı vəziyyətə düşür? Yəni Həmzə aleyhisselamın ciğerini yiyən bu vəhşi qadına bunlar bərayət qazandırır və onun tövbə etdiyini və onun belə deyək günahsız olduğunu iddia edir. Baxın, paradoks nədir? Burada eyni zamanda Həmzəni İmam Hüseyin aleyhisselamla üstün bilir və eyni zamanda Həmzənin düşməninə bərayət qazandırır. Göya tövbə eləyib. Onlar tövbə eləməyiblər. O insanlara tövbə nəsib olmaz. Onlar zahirdə İslamı qəbul ediblər. Hind də, Əbu Süfyan da, Muaviyyə də, Yezid də bunlar İslamla düşmənçiliklərini sona qədər davam etdiriblər. Zahirdə İslamı qəbul ediblər. Baxın, bu Vəhabi təmsilçisi digər Vəhabi elm tələbələri kimi iddia edir ki, bəs o tövbə eləyib. Sən onun tövbəsini hardansa oxumusanmı? Onun Həmzənin ciğerini yeməsinə tövbə etdiyini hansısa bir mənbədə göstərə bilərsənmi? Göstərə bilməzsən. Çünki yoxdur elə bir mənbə. Bəs bunlar peyğəmbər düşməni olan Hində bərayət qazandıraraq peyğəmbərlə düşmənçiliklərini sübut edirlər. Bir. İkinci deyir ki, mən deyir 10 dənə də Hüseyin gəlsə bir Həmzəyə dəyişmərəm. Yəni bu adam ilə İmam Hüseyin aleyhisselamı tanımır. İmam Hüseyini tanısaydı onu sevərdi, sevsəydi onu tanıyardı. Hansı ki onun haqqında Allah təbarəkə və Teala Quran-ı Kərimdə buyurur ki, İnnəmə yuridullahu liyudhibə ənkumur ritsə əhləl beyti və yutəhhirikum təthira. De ki, ey əhl-i beyt, Allah sizdən bütün çirkinlikləri, nöqsanları uzaqlaşdırıb sizi pak saxlamaq istəyir. Həmzə haqqında bu deyilibmi? Və yaxud Mübahilə ayəsində deyilir ki, Fəqul təalu nəd'u əbna'ana və əbna'akum və nisa'ana və nisa'akum və ənfusana və ənfusakum thümmə nəbtəhil fənəcəl la'nətəllahi aləl-kadibin. Bilirsən nədir bu? Deyir ki, siz özünüz, biz özümüz, siz oğlanlarınızı, biz oğlanlarımızı gətirin və qadınlarınızı, biz öz qadınlarımızı gətirək və yalancıya Allahdan lənət diləyək. Bilirsən kimin haqqındadır? Əbna-ənə burada İmam Hüseyin aleyhisselamdır. Burada Həmzənin adı varmı? Allahın Rəsulü buyurur ki, hər kəs məni sevirsə Hüseyini sevsin. Çünki mən Hüseyinnənəm, Hüseyin məndəndir. Allahı sevən hər kəs Hüseyini sevər. Həmzə haqqında bu deyilibmi? Hüseyin mənim ciyər parəmdir. Hüseyin və Həsən cənnət cavanlarının seyyididir.
Bunlar əhl-i sünnə mənbələrindədir. Mən bunların deyə bilərəm Musnəd Əhməd ibn Həmbəl 1361-ci hədis, Tirmizi 3775-ci hədis, İbn Macə Qəzvini 144-cü hədis. Yəni bunlar hamısı əhl-i sünnə mənbələrindədir. Həmzə haqqında bunlardan biri varmı? Əlbəttə Hüseyn Həmzədən üstün olub. Amma sizin qəlbinizdə olan Əhl-i Beyt düşmənçiliyi, Peyğəmbər düşmənçiliyi icazə vermir ki, Peyğəmbər və onun Əhl-i Beytinin düşmənlərini düşmən hesab edəsiniz. Çünki siz özünüz Peyğəmbər və onun Əhl-i Beyti ilə düşmənsiz. Əziz dinləyicilər, əziz müsəlmanlar, ey bu Vəhabi sürüsünün dalıcan qoşulub gedən zavallılar. Baxın, bunların Əhl-i Beytə məhəbbətinin saxtalığı budur. Bunların Əhl-i Beytə düşmənçilikləri bundan ibarətdir. Hamısı yalandandır. Yezidə bəraət qazandırırlar ki, Yeziddir, bəlkə tövbə eləyib. O necə tövbə elədi ki, İmam Hüseyin əleyhissalamı öldürəndən sonra Hərrə hadisəsini törətdi, Mədinəni işğal elədi, müsəlman qadınlarını öz əskərlərinə 3 gün halal elədi. Hansı tövbədən danışırsan? Kəbəyə od vurdurdu, yandırdı Kəbəni. Hansı tövbədən danışırsınız? Amma bunlar Yezidi müdafiə edirlər. Niyə? Çünki Yezid İmam Hüseyin əleyhissalamın düşməni idi. Bunlar Muaviyyəyə bəraət qazandırırlar. Suffey müharibəsində Həzrət Əli ilə üz-üzə duran, zamanənin xəlifəsini təksib eləyən, Peyğəmbər deyir ki, Kərkəz zamanın imamını tanımaya ölsə, cahiliyyət dövründə ölmüş kimidir. Muaviyyə Əlinin imamətini tanımadı. Deməli, cahiliyyət dövründə ölmüş kimidir. Kafirdir Muaviyyə. Amma siz onu müdafiə edirsiniz. Budurmu sizin Əhl-i Beyt məhəbbətiniz? Budurmu sizin İslamdakı sədaqətiniz? Yox. Bu İslamın düşmənçiliyidir. Necə ki, bugün siz müsəlmanlarla düşmənçilik eləyib Yahudilərin yanında yer alırsınız, dünən də Peyğəmbər və onun Əhl-i Beytinin düşmənlərinin yanında yer alıb düşmənçiliyinizi bildirirdiniz. Ona görə də dəyərli izləyicilər, Vəhabilər Peyğəmbər düşmənlərini, Əhl-i Beyt düşmənlərini dost bildikləri üçün Peyğəmbərə düşməndilər. Vəhabilər bugün İsraili dost bilib, Fələstinliləri təcavüzə məruz qalan hesab eləmədiklərinə görə zalimin yanındadılar və həmən o zalimlərlə birlikdədirlər. Müsəlman zalimin yanında deyil. Peyğəmbər buyurub ki, ümmətimdən hər kəs fəryad eləyə, kömək istəyə, cavabına, səsinə səs verməyən mənim ümmətimdən deyil. Bugün Vəhabilər də Fələstindəki müsəlmanların səsinə səs vermədikləri üçün Peyğəmbər ümmətindən deyirlər. Vəssalamu aleykum və rəhmətullah.